27 sentyabr anım günümüzdür. Bugün biz düşməni məhv elədiyimiz gün, başladığımız saat və saniyədir. Neçə illik həsrətin bitdiyi gündür. Şəhidlərimizin cənnətə, Həzrət Əliyə qonaq olduğu gündür. Qazilərimizin ağır yaralanmağına rəğmən döyüşərək igidcəsinə düşmən üzərinə getdiyi gündür. Düşməndən qorxmayaraq irəli gedən veteranlarımızın günüdür. Zabitlərimizin günüdür. Bugün qələbə günüdür. Ali Baş Komandanın başda olmaqla dəmir yumruğun düşməni təpəsin azdığı gündür. Bugün qəhrəman